Selam dostlar, kanalıma videoma hoş geldiniz. Bu videoda sizinle birlikte sponsor edeceğiz. Aç kaldık. Dostlar bu arada videonun sonuna kadar izleyin. Gelip belə şeyler elə bil. Bax, mən bilmirəm şu an bəlkə də videonun axırı pis bitəcək. Əslində mən bu resepti çoxdan bir 2-3 dəfə sınadığım üçün necə olduğunu azca bilirəm. Çox uzatmadan videomuza keçək. Məhsullarımız çox da deyil. Muhallebisini eləyəcəyik ortaya. Üstünə şokoladını dökəcəyik, altına da kek qoyacağıq. Mən bu resepti çox bəyəndiyim üçün yəni dəfələrlə bunu eləmişəm. Başqa reseptlər də eləmişəm, sufle zad da eləmişəm, amma onlar adamı çox bayır. Öz telefonumdan xazın reseptinə başqa telefona isə çəkirəm. İndi baxaq. Əvvəlcə bir dənə tava kimi bir dənə bir şey çıxartmalıyıq ki, onda onun orta hissəsini eləyək. Dostlar, mən belə bir tavada eləyəcəm, çünki həm bunda yapışma olmur, həm də əvvəlki sınadığım vaxtlarda bundan eləmişəm və yaxşı alınıb yəni. Bu orta hissəsində işlədəcəyimiz məhsullar süd, yumurta sarısı, şəkər tozu, nişasta, un, vanil, qaymaq, bu qədər. İndi mən başlayıram, siz də izləyin. Bunu ocağın altına qoyuruq. Dostlar, mən ocağın yanına gəldim. İndi birinci məhsulumuz 1 stəkan şəkər. Bu arada ocağın yanındayıq, amma mən ocağı yandırmamışam. Əgər ocağı yandırsaz, qarma çoğunluğu ola bilər. O hələ ki ocağı yandırmayıb deyəcəm mənə. Gördüyünüz kimi 1 stəkan götürdük. İndi bunu sizinlə götürdüyünüzsə tava, ya böyük bir şey, onun içine tökürük. İndi isə 2 dənə yumurta götürəcəyik və onları ağına sarısını ayıracağıq. Bu işdə çox profesional olduğum üçün Allah köməyim olsun. Haydi. Allah. Bismillah. Dökür, boşal. Allah'ıma müşkür. Oh be. Bu kurtuldu. Bunu da atdıq. Əvvəlcə bizdə nişasta var, yoxdur, bilmirəm. Daha baxan deyəm, mən nişastan yerinə un qoyacağım və 2 qaşıq un deyir burada. 3-4 qaşıq da nişasta deyir. İndi mən 5-6 qaşıq un atacağım. Yəni sizə qalmış bir şeydir. Nişastanız varsa 3-4 qaşıq nişasta atın, 2 qaşıq da un. Bunu açmağı tarsandır, hər yerimi un elədim. Mən onu əliyərək tökəcəm. Çünki yəni pötür olmasın. Belə bir ələk götürdüm. Unumun böyüklüyü şaka mı? 2 qaşıq sayılır. Bu çünki çox böyük götürdüm. 1-2 qaşıq daha atıram. Bu 2 qaşıq sayılar ki, bilmədim. Bir-iki qaşıq. Yəni bu boyda. Nişastanın yerinə tökdüm bu arada. Şu an buraları nə günə qoydum, heç danışmaq istəmirəm. Üzərinə 1 stəkan su əlavə edirik. Heç nə atsınmayın, hər şey istəsin mən edirəm. Bəli. Bu qədər uzman. 1 stəkan sütümüz. Bunu da dökürük. Un topaq halına qalmayacaq. Qalmayacağa qədər qarışdıracağıq. Anladınız məncə. Belə bir çırpıcı alın və bunları qarışdırın. Dostlar, şu an mənimki bu haldadır. Məncə normaldır, çünki reseptdə də belə göstərir. Buralarda qarışdırın, hər yerini qarışdırın. Qarışdırmaqdan öncə ekran bölgüyə. Oha! Üzərinə təkrardan 3 stəkan süd mü? Bu neyini 40 nəfərlik eləyir. Allah köməyim olsun. Mən 3 tökməyəcəm, 2 tökəcəm. Çünki çox oldu, dəhşət çox oldu. 1 stəkan tökdük. Bir dəfə də qarışdırırıq. Birdən tökəndə nəsə pis şey olmuş. Dostlar, burada çox qəribə bir şeylər dönür. Mən 1 stəkan attım. İndi 2-ci stəkan. 2-ci deyil əslində, 3-cüdür. Day neysə, deyirik ki, bu son stəkan. Bunu da qarışdırırıq, sonra ocağın altını yandıracağıq və dayanmadan qarışdıracağıq.
ayvayı yedik. Töktük. İndi ocağına. Dostlar, mən buraları yığışdırmam lazım. Yığışdırıb gəldim. Biraz təmiz yerdə çalışaq. Buna baxın. Nə gündədir yəni. Anam izləməsin bu videonu. Dostlar, mən doğrudan belə gözləmirdim. Bu çox tez pişdi. Və yəni məncə çox yaxşı oldu. Onsuz da belə bir şey eşidirdik. İndi bunu bir dənə belə ağ bir qaba tökəcəyik. Elə daha tez soyuyur çünki. Sonra üstünə streç filmlə bağlayacağıq, qoymağa qoyacağıq. Mən belə bir şey içinə qoyacağım. Yəni mənimki dəhşət çox böyük deyil. Ona görə şey alma. Pudingə oxşuyur bu. Dostlar, mən nə tökdüm bunun içinə? Bu çox belə jöle kimi oldu. Nəysə, indi ən alt qismına, yəni başda dediyim kek yerinə keçəcəyik. Mən dankek işlədirəm, yəni elə bunun ən əsaslı dankekdir. Reklam yox. Belə bir dankek də ala bilərsiniz, ya da belə uzun olur, onlar da ala bilərsiniz. Fərqi yoxdur, mən həmişə bundan alıram deyə bundan almışam. Bir də o uzun olanı heç vaxt tapmıram. Bilmirəm niyə. Nəysə, indi belə bir boş qab çıxardacağıq. Ora bunu vikanın əzəcəyik. Nəysə, davam edirik. Burada bizim üst qatımız, yəni burada deyilən mühallibimiz var idi. Bu mühallibinin üstünə indi yarım paket krem əlavə edəcəyik. Əslində bir paket eləyirlər. Mən yarım eləyirəm ki, şokolad sosuna da çatsın. Heç kimi belə bir şey olmalıdır. Bu arada bunun hazırlanması çox asandır. Mən niyə belə qədər böyütdüm bilmirəm. Qiyabi, yəni göz, təxmini göz üzəri. Bəli, yarım paket oldu məncə. Buradan elədim. İndi bunun gördüyünüz kimi ağ bir şey var üstündə. İndi bunu mikserlə qarışdıracağıq. Dostlar, belə bir mikser tapdım. İndi bunu toka taxacağım. Əlimdə uçmasa yaxşıdır. Allah, bismillah. Haydi bismillah. Allah'ım. Allah'ım, sana geliyorum. Keçən dəfə mən mikser istifadə eləməmişdim. Nə olmuşdu? Bu şey çox arızalı çıxdı. Qab çox balacadır. Bu qabda yəni mikser işlədirəm, düşünün. Mikser işlədəcəyimizi bilmirdim axı mən. Mikseri də bozdum. Mübarək əlimlə. İşləmiyor. Doğru xarab oldu. Yeter. Olmuş sayalım. Dostlar, her yerimi de elədim ya. Lap şey oldu ya. Veletlere telefon vermeyin. Böyle bir şey oldu. Bence hazırdı bu. Dostlar, saat 3'te başladım. İndi saat 5'dir. Dostlar, böyle bir qabda eləyəcəyik. İlk elədiyimiz bu dankeki bura tökürük birinci. Gördüğünüz kimi belə. Bunları indi yıkayla əzəcəyik. Yıka yox, sən gəl. Dostlar, biz bunu əzdik. Belə torpağa oxşamalıdır. İndi belə hər yerinə eyni belə dağıtacağıq. Bəli, belə bir şey olmalıdır. Belə. Və indi bu elədiyimiz belə bir krem kimi bir şeyi muhallebicin hətta onun üstünə tökəcəyik. Dostlar, son halı belə oldu. İndi ən qəşəng yerinə və ən üst yerinə keçəcəyik. Burada şokoladdan istifadə edəcəyik. Dostlar, mən elə bu bayaqki tavamdan istifadə edəcəm. Çünki təzə tava kirlətmək istəmirəm və bu tava çox yaxşı bir tavadır yəni. Dostlar, indi tökdük. Bu haldadır və bunu dağıtacağıq. Haydi, keşke bu şeyi bastırsaydım. İndi araslarına qaçışır, amma neyse çıxır da, qalxır. Yapışdırmadım o şeyi. Neyse. Mən belə bir plastik şokoladdan istifadə edirəm. Çünki normal şokolad həmişə normal şokolad çox çikolata krizi olur.
şokolatlıq prizinə boğuluram yəni. Mən çox şirin, çox da sevmirəm. Ona görə pletka şokolad, yəni belə bir şokolad daha yaxşıdır. İndi bunları koydum. Bir də qalan krem şartını üstünə qoyacağım. Gördüğünüz gibi bunun içine belə qarışdırırıq. Mən bəyəndim yəni. Videomuz bu qədər idi. Sizi çox öpürəm və sevirəm. Sağ olun.